Değerli dinləyicilər, Azərbaycan Ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri, o cümlədən abituriyentlər və şagirdlər. MİQ və sertifikasiya mətnləri silsiləsindən 11-ci mətnimizin balını sizin üçün səsləndirirəm. Arxası ilə mətni oxuyacağım. Cədvələ görə uyğunluğu müəyyən edin. Mətnə görə yanlış fikirdir. Ronaldo Pantraudan daha yaxşı oyuncu olub. Ronaldo qədir biləndir. Ronaldo uğurlarına yalnız istedadı ilə nail olub. Mətnə görə doğru fikirdir. Pantrao Ronaldo qədər yaxşı oyuncu olub. Pantrao menecerin izlədiyi oyunda 2 qol vurmaq imkanı vardı. Pantrao işsiz olduğu üçün çətinlik çəkir. İndi mətni sizin üçün səsləndirirəm. Zaten siz mətndən keçən 10-cu mətnin sualını eləyərkən tanış olmuşsunuz. Amma buna baxmayaraq mətni bir daha səsləndirirəm. Futbol əfsanəsi Ronaldo, bütün uğurlarım üçün Albert Pantrao'ya təşəkkür etməliyəm. İkimiz aşağı yaş qrupunda oynayırdıq. Bizim oyunumuzu izləməyə gələn Sporting Lisbon'un meneceri kim daha çox qol vurarsa onu komandaya aparacağını söyləmişdi. Həmin oyunu 3-0 qazandı. Birinci qolu mən, ikinci qolu isə Albert vurdu. Üçüncü qolda isə mənə və hamıya çox təsir edən bir hadisə oldu. Albert rəqib qapıçını da keçəndən sonra topu boş qapıdan keçirmək əvəzinə mənə pas atdı. Oyundan sonra niyə belə etdiyini soruşduqda, sən məndən daha yaxşısan demişdi. Jurnalistlər Pantrao'dan hadisənin gerçək olub olmadığını soruşduqda o, bəli, hekayə gerçəkdir. Ronaldo Sporting klubuna aparıldı, mən isə qolu buraxdım və indi işsizəm, deyir. Jurnalistlər işsiz olduğunuz halda bu qədər böyük bir evi, belə lüks bir maşını necə əldə etdiniz? Pantrao bunların hamısını Ronaldo elədi. Suala bir daha diqqətlə baxın, mətni bir daha səsləndirirəm. Futbol əfsanəsi Ronaldo, bütün uğurlarım üçün Albert Pantrao'ya təşəkkür etməliyəm. İkimiz aşağı yaş qrupunda oynayırdıq. Bizim oyunumuzu izləməyə gələn Sporting Lisbon'un meneceri kim daha çox qol vurarsa onu komandaya alacağını söyləmişdi. Həmin oyunu 3-0 qazandı. Birinci qolu mən, ikinci qolu isə Albert vurdu. Üçüncü qolda isə mənə və hamıya çox təsir edən bir hadisə oldu. Albert rəqib qapıçını da keçəndən sonra topu boş qapıdan keçirməyə əvəzinə mənə pas atdı. Oyundan sonra niyə belə etdiyini soruşduqda, sən məndən daha yaxşısan demişdi. Jurnalistlər Pantrao'dan hadisənin gerçək olub olmadığını soruşduqda o, bəli, hekayə gerçəkdir. Ronaldo Sporting klubuna aparıldı. Mən isə futbolu buraxdım və indi işsizəm, deyir. Jurnalistlər, işsiz olduğunuz halda bu qədər böyük bir evi, belə lüks bir maşını necə əldə etdiniz? Pantrao bunların hamısını Ronaldo elədi. İndi dediyimiz kimi siz videonu saxlayırsınız, sualı cavablandırırsınız. Sonra isə mən sizə mətnin oxu şəklini ekrana gətirdim sizin üçün. Bir daha oxuyub cavablandırmaq üçün videonu saxlayırsınız. Dinləyərkən hansı cavabları seçdiyinizə, oxuyarkən hansı cavabları seçdiyinizə diqqət edin. Çalışaq ki, dinləyib cavablandırmaq bacarığımız da oxuyub cavablandırmaq bacarığımız qədər olsun. Çünki biz həm dinləyib anlamağa, həm oxuyub anlamağa borcluyuq. İndi isə 10-cu suala baxaq. Keçən dərsimizdəki sualın doğru cavabına baxaq. Mətn həmin mətindir. Sizin üçün hatırlatmışdım ki, MİQ və sertifikasiyada bir mətn olur ki, biraz həcmcə böyük olur. Həmin mətndən 3 sual düşür. İndi dalbadal paylaşacağım mətnlərdə eyni mətindir. Gördüyünüz kimi, hələ növbəti dərsdə də eyni mətn və daha bir sual olacaq. 10-cu sualımız belə idi. Yəni 10-cu mətnimizin, 10-cu dərsimizin sualı belə idi. Bu mətnlə bağlı. Hansı atalar sözü sən məndən daha yaxşısan deyən Pantrao'nun qərarının doğruluğunu təsdiq edir. Pantrao'nun dediyi söz bu idi ki, sən məndən daha yaxşısan.
Biz Ronaldo hakkında məlumatınız varsa, Ronaldo dünyanın en yaxşı oyuncularından olub. Hələ də oynayır. Zaten burada birinci cümlə belə başlayır. Futbol efsanesi Ronaldo. Və hələ uşaq vaxtı Pantrao onun haqqında sən məndən daha yaxşısan demişdi. Demək, bir qızılın qədrini Pantrao zərgər kimi bilmişdi. Pantrao Ronaldo'nun daha qabiliyyətli, bacarıqlı, istedadlı oyuncusu olduğunu o vaxtdan bilmişdi və bu sözünə görə onu nə adlandırmaq olar? Zərgər adlandırmaq olar. Özü də zər qədrini, yəni qızıl qədrini bilən qızıl ustası adlandırmaq olar. Demək, bu ifadə A variantındakı fikirlə uyğun gəlir. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Bunu Pantrao'nun bu sözünə aid eləmək olmaz. Çünki o yaxşılığa yaxşılıq eləməmişdir. Dost dosta tən gərək. Burada hələ dostluqdan söhbət gedə bilməzdi. Onların dostluqları da görünür elə bundan sonra yaranıb möhkəmlənir. Pis günün ömrü az olar. Burada qətiyyən bizim mətndə bağlı. Bizdə bu sözlə bağlı. Sən məndən daha yaxşısan. Sözü ilə heç bir bağlılığı yoxdur. Dostlar cümlətanlar da o cümlədən. Doğru cavabımız A. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunduysa, mənim üçün nə mutlu.